Oktyabrın 30-unda Yeni Azərbaycan Partiyasının mərkəzi aparatı və Səhiyyə Nazirliyinin Respublika Qan Bankının birgə təşkilatçılığı ilə qan vermə aksiyası keçirilib. Respublika Qan Bankının mobil şəraitdə qan tədarükü şöbəsinin müdiri Günel Mehdiyeva bildirib ki, aksiyanın məqsədi talasemiya, irsi qan və digər profilli xəstəliklərdən əziyyət çəkən insanlara dəstək verməkdir. İlk öncə mən Yeni Azərbaycan Partiyasının mərkəz aparatının bütün əməkdaşlarına bu köməyə görə, dəstəyə görə təşəkkürümü bildirirəm və bildirmək istəyirəm ki, 400-ə yaxın iştirakçı bizə müraciət etmişdir, donor müraciət etmişdir. O qeyd edib ki, Respublika Qan Bankının əməkdaşları tərəfindən lazımi müayinələr aparılır, yararlı donorlardan qan götürülür. Toplanan qan Respublika Qan Bankının laboratoriya şöbəsində müayinədən keçirildikdən sonra xəstələr üçün istifadə olunacaq.